Tarixçi Vaqif kanalına xoş gəldiniz. Bilirsiniz ki, tarix videolarını mən çəkirəm. İndi tarix videolarından 5 dənə məsələ deyəcəm sizə. Başlayaq. Birinci Səfəvi dövlətidir. Demişdim ki, birinci Səfəvi dövləti. Səfəvi dövləti Azərbaycanın qədim dövlətlərindən biridir. Qədim dövlətlərin ən gözəl, ən güclü və Osmanlı İmparatorluğuna qarşı gələn bir Səfəvi dövlətdir. İkinci, Osmanlı. Osmanlı İmparatorluğu çox böyük ölkədir. Elə bir insan silahı çəkib insanları öldürür. Ərazisi də o qədər böyükdü ki, 1 milyondan çox idi. 1 milyondan çox olduğu üçün bu tarixə çox işıq verirdi. Üçüncü ölkəmiz, Sovet. Sovet çox böyük ölkə olub və Rusiya Federasyonunun böyük bir ölkə olub. Bunun da 2 milyondan 1 milyondan çox 1 milyon 500 min arası çox ərazi böyüklüyü var idi. Və bu da Rusiya Federasyonuna Avropa döyüşlərində qalib gələn Sovetdir. Dördüncü ölkəmiz isə Şirvanşahlardır. Şirvanşahlar çox qədim tarixçəyə sahibdir və ili isə 591-dən 1739-a qədər uzamışdır. Və bu dünya tarixində Azərbaycanın ən çox uzun bir sürəyən ölkədir. Beşinci ölkə deməyəcəm, çünki İçəri şəhərdən, yəni Bakının şəhərlərindən birini deyəcəm sizə. Başlayaq. İçəri şəhər çox qədim tarixçəyə malikdir. Çünki Azərbaycanın İçəri şəhərində qədim xalçalar vardır. Qədim xalçalar da İçəri şəhərdə bir muzeydə saxlanılır. Şu arxasında gizlənən xalçanın üstündəki naxışlar bizim mədəniyyətimizin bir nümunəsidir. Və bunlar da ətrafındakı naxışlar isə bizə nənə-babamızdan qalan bir yadigardır. Ona görə onlar bizə xalçalar, yəni xalçaların üstündəki naxışlar ya da və bizim doğma vətənimiz bizə əzizdir və doğmadır. Heç vaxt ölkəmizi satmayın. Sağ olun, inşallah tarixçə birinci siz alarsınız.